Qiyamətin 4 dəhşətli səsi. 1. Sur, üfürülmə. Qiyamətin başlanğıcı və diriliş bu səslə olacaq. Həzrət İsrafil tərəfindən üfürülən, qiyamətin qopmasını və sonra dirilişi başladan o böyük səsdir. Sura üfürüldüyü zaman, Allahın istədiyi kimsələr istisna olmaqla, göylərdə və yerdə kim varsa, hamısı dərhal öləcək. Sonra bir daha ona üfürüldükdə, onlar qəbirlərindən qalxıb, ətraflarına baxacaqlar. Zümər 68. 2. Sayxə, dəhşətli çığırış. Ani və məhv edici bir səsdir. Allahın əzabı kimi gəlir. Səmud qövmünü olduqları yerdə dondurub məhv edən, qulaqları kar edən o dəhşətli səsdir. Onları yalnız bir dəhşətli səs yaxaladı və dərhal sönüb getdilər. Yasin 29. 3. Rəcfə, şiddətli sarsıntı. Yeri yerindən oynadan, qəlbləri qorxudan titrədən o güclü zəlzələ və sarsıntı səsidir. O gün yer şiddətli səslə sarsılacaq. Naziat 6. 4. Saiqə, ildırım və qurultu. Ad və Səmud qövmlərini vuran, göydən gələn o sarsıdıcı ildırım və qurultudur. Əgər üz döndərsələr, de, sizi Ad və Səmmudu vuran Saiqə ildırımı kimi bir əzabla qorxuduram.